Salam. Mən bir şey haqqında sizə məlumat verməyi özümə bir borc bildim. Baxırıq ümumiləşdirici tapşırıqlar. Burada 75-ci səhifədə olan və 3-cü suala. Qrafikə əsasən uyğunluğu müəyyən edin. Burada qrafik ifadə verilir. Görürsünüz ki, qan təzyiqi yüksək olandan aşağı olan istiqamətdə təzyiqin qrafiki göstərilmişdir. Mən keçən dəfə bu sualları izah edəndə bəzi dəyişikliklərə yol vermişəm. Odur ki, doğru variantı sizə yenidən qeyd etmək istəyirəm. Bax, burada gördüyünüz kimi A hərfi ilə kapillyar göstərilibdir. Kapillyarlarda qan təzyiqi düzdür, arteriyaya nisbətən çox-çox aşağı olur. Odur ki, Y arteriyaya aid olacaqdır. Baxaq, burada bircə dəqiqə qeyd edeyim. Deməli, Y kapillyarlara aiddir. Qrafik ifadədə baxın, Y-in yerinə. Vena ən aşağı təzyiq olandı, Z-lə ifadə olunubdur. Odur ki, venanın qarşısına Z yazacağıq. Çünki bildiyiniz kimi, aşağı və yuxarı boş venada döş qəfəsində mənfi təzyiq olur. Onu qeyd eləyək. Bircə dəqiqə Z-i yaxşı yazın. Deməli, baxırıq bura. Z-i qeyd eləyirəm. Veniya. Sonra baxırıq. C-ni verib arteriya damarları. Burada X-lə ifadə olunubdur. X-i isə bax, bura qeyd edəcəyik. Deməli, ən yuxarı təzyiq olacaqdır. X C ilə işarə olunubdur. Sonra Y ilə işarə olunan A kapillyarları göstərir. Düzdür, kapillyarlarda aşağı təzyiq mövcuddur. Ancaq onu da qeyd edeyim ki, döş qəfəsində aşağı və yuxarı boş venalarda mənfi təzyiq olduğuna görə ən az təzyiqə malik olan biz venanı götürəcəyik. Bax, B hərfində bax, bura qeyd edəcəyik. Odur ki, bir qədər yaxın yazın. Deməli, B hərfi, bax, bura qeyd edəcəyik. Buradan belə nəticəyə gəlirik ki, ən az təzyiq olan iri vena damarlarıdır. Yəni, ən yüksək təzyiq olacaqdır. C ilə ifadə olunan X nöqtəsində, X xəttində, bax, burada. Sonra təzyiq kapillyarlarda az olacaqdır, ancaq iri venalarda isə mənfi təzyiq olacaqdır. Ona görə də X-a C-ni, Y-ə A-nı, Z-ə isə B-ni qeyd etməliyik. Mən əvvəlki versiyada bunun izahını verəndə səhvə yol vermişəm. Odur ki, üzrlü sayın. Bu qədər, sağ olun.